İran Yordaniyanın şərqində yerləşən Amerika hərbi mövqelərini hədəf alıb. Hücumun nəticələri barədə informasiya verilmir. Bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb. Ən müasir texnologiyalardan və kəşfiyyat vasitələrindən istifadə edən Amerika, İranın fəaliyyətini davam etdirən raket istehsalı müəssisələrinin yerini müəyyən edə bilmir. Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi nümayəndəsi Əbülfəzil Şikaycı bəyan edib. O bildirib ki, Amerika kəşfiyyatı onların harda olduğunu bilmir və mat qalıb. O həm də qeyd edib ki, İranda dron və raket istehsalı nə müharibə, nə də atəşkəs dövründə dayanmayıb. İraqın Ərbil şəhərindəki Amerika konsulluğu ətrafında hava hücumundan müdafiə sistemi intensiv atəş açıb. Bu barədə yerli mənbələr məlumat verib. Hava hücumundan müdafiə sistemləri hücumları dəf edib. Amerikanın əlavə hərbi hava qüvvələri, o cümlədən yanacaq doldurma təyyarələri bu gecə yenidən yaxın şərq istiqamətinə hərəkət edib. Qeyd olunur ki, Amerika İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır. Həmçinin Amerika atəşkəsdən sonra ilk dəfə ağır bombardımançı təyyarələrdən istifadə etməklə İrana qarşı zərbə kampaniyasını genişləndirəcəyini İsrailə bildirib. Amerikaya Hörmüz boğazı lazım deyil. Amerika İrana qarşı mübarizə aparır ki, onun nüvə silahı olmasın. Bu sözləri Prezident Donald Trump deyib. O həmçinin qeyd edib ki, onlar razılaşma istəyirlər, amma deyirəm ki, onlar razılaşmaya hazır deyillər. Çox tezliklə hazır olacaqlar, deyə Trump qeyd edib. İran tanklarının ölkənin qərb sərhədlərinə doğru hərəkət etdirilməsi ilə bağlı yayılan məlumatlar fonunda regionda gərginliyin artması ilə bağlı müzakirələr güclənib. Hərbi texnikanın yerdəyişməsi özlüyündə böyük miqyaslı hərbi əməliyyata hazırlıq demək deyil. Bu fikri siyasi analitik Mikhail Barotkin deyib. Ekspertin sözlərinə görə Tehranın hazırki addımları daha çox Amerikanın ərəb müttəfiqlərinə qarşı təzyiq elementi kimi qiymətləndirilməlidir. Nəinki hər hansı işğal planının başlanğıcı kimi. O qeyd edib ki, İranın hərbi fəallığı region ölkələrinə mesaj vermək, danışıqlarda mövqeyini gücləndirmək və Vaşinqtonun müttəfiqlərinə mümkün nəticələri xatırlatmaq məqsədi daşıya bilər. Analitikin fikrincə, mövcud vəziyyət gərginliyin artdığını göstərsə də, bu hələ İranın geniş miqyaslı hücuma hazırlaşdığı anlamına gəlmir. Qırmızı dənizdə vəziyyət yenidən gərginləşib. Məlumatlara görə Hüsilər Səudiyyə Ərəbistanına məxsus neft tankerinə raket zərbəsi endirib. Qeyd olunur ki, tanker Yəmən sərhədindən təxminən 70 km şimalda hücuma məruz qalıb və zərbədən sonra alovlanıb. İlkin məlumatlara əsasən gəmi təxminən 500 min barel neft daşıyırdı və Səudiyyə Ərəbistanının Yanbu limanından yola çıxmışdı. Hadisə nəticəsində ekipajın vəziyyəti və ətraf mühitə mümkün təsirlər barədə rəsmi açıqlama verilməyib. Bununla yanaşı, Hüsilər yaydıqları bəyanatda Qırmızı dənizdə tətbiq etdikləri dəniz nəqliyyatı qadağasının pozulduğunu iddia edərək Səudiyyə Ərəbistanına məxsus 2 neft tankerinin xüsusi hərbi əməliyyat çərçivəsində hədəfə alındığını bildirib. Qeyd edək ki, Yəməndə fəaliyyət göstərən Hüsilər son aylarda Qırmızı dənizdə və Bab əl-Məndəb boğazı yaxınlığında ticarət gəmilərinə qarşı hücumlarını davam etdirir.